Kəşf yaddaşa keçid eləməmişdən öncə gəlin ilkin olaraq baxaq bu kəşf yaddaşa niyə ehtiyac var. Əslində bir əvvəlki videolarda azımız toxunmuşduq bu mövzuya. Burada həm təkrar olsun, həm də ki orada toxunmadığım bir-iki nöqtə qalmışdı. Bu videoda onlara da toxunaq. Gəlin RAM-dan başlayaq. Dedi ki, RAM-ın da CPU kimi müəyyən bir tezliyi var. Misal üçün götürək ortalama olaraq əlimizdə bir dənə RAM var və onun tezliyi 3000 MHz-dür. Bu çox da ola bilər, az da ola bilər. İndi ortalama 3000 götürək biz. Bu 3000 MHz-ü biz 3 GHz kimi də yaza bilərik. Və ortalama bir CPU-nu da əlimizə aldığımız zaman onun da tezliyinin aşağı-yuxarı 3 GHz olduğunu görərik. Yəni həm RAM-ın, həm də ki CPU-nun tezliyi əgər 3 GHz-dürsə, yəni sürətləri bir-birinə bərabərdirsə, o zaman bizim daha kəşə niyə ehtiyacımız olsun ki? Yəni bu RAM CPU ilə eyni sürətdə çalışa bilirdi. Elə birbaşa bunlar tək başına çalışsın da. Belə bir sual gələ bilər ağlımıza. Amma burada bilməli olduğumuz bir nöqtə var ki, burada gördüyümüz 3000 MHz o deməkdir ki, sizin RAM 1 saniyə ərzində 3 milyard dəfə məlumatı transfer edə bilər. Məsələn, 64 bitli sistemdə 1 saniyə ərzində 1 saniyədə 3 milyard dəfə 64 bitlik məlumatı transfer edə bilər mənasına gəlir. Amma bu praktikada həmişə belə olduğu demək deyil. Niyə? Gəlin ona baxaq. Deyək ki, sizin həmin o prosesor istək göndərdi ki, bəs mənə X adresindəki məlumatı göndər, ver. DRAM-a belə bir istək göndərdi. Belə bir istəyi həmin o DRAM, həmin o əsas yaddaş qəbul edəndə hansı proseslər keçirdi? Əvvəlki videolarda onu görmüşdük. Misal üçün, ilk öncə hər bir bit line müəyyən bir ön gərginliklə yüklənirdi hər biri. Misal üçün 0.5 volt. Daha sonra həmin o CPU-nun içərisindəki memory controller sətr adresini göndərirdi və sətr adresini gələn kimi bu sətr aktivləşirdi. Oradakı məlumatların hər biri yüklənirdi raw buffer-a, yəni sense amplifier'ın içərisinə. Daha sonra memory controller hansı sütundakı adresi istəyirdisə o sütun adresini göndərirdi və multiplexer oradakı biti götürüb atırdı data buffer-a. Və həmçinin hər bir oxuma əməliyyatı ekstra bir yazma əməliyyatı gərəkdirirdi. Hər bir hüceyrə müəyyən bir müddətdən bir refresh tələb edirdi və s. Bunların hər biri gecikmə mənasına gəlir. Yəni siz DRAM moduluna bir istək göndərəndə ki, mənə bir datanı ver, o məlumat həmin dəqiqə hazır olmur. Müəyyən bir zaman keçməlidir ki, həmin o DRAM o məlumatı hazırlayıb və istəyi göndərənə geri qaytarsın. Yəni gəlin həmin clock cycle-lar üzərində bir də baxaq. Deyək ki, 1-ci nanosaniyədə bizim CPU istəyə göndərdi ki, bəs mənə X adresindəki byte-ı ver. Həmin o 1-ci nanosaniyədə istək gəldi daha. Həmin o RAM-ın o adresdəki məlumatı hazırlamağı, misal üçün deyək, 100 nanosaniyə çəkir. Və bu 100 nanosaniyə çəkdiyi üçün sizin o CPU istəyə göndərəndən 100 nanosaniyə müddətində oturub gözləməlidir ki, DRAM həmin o məlumatı hazırlasın və ona geri qaytarsın. Və ona görə də bu arada gördüyünüz bu CPU clock cycle-lar var ha. Burada heç bir məlumat transferi baş verməyəcək. Çünki məlumat hələ hazır deyil. Məlumat 100 nanosaniyə sonra, yəni bu hissədə hazır olacaq və RAM yalnızca bu hissədə məlumatı geri qaytara biləcək. Həmin burada gördüyünüz 100 nanosaniyə adlanır latency. Yəni dilimizə gecikmə olaraq biz bunu tərcümə edə bilərik. Yəni latency dedikdə də nə başa düşürük? Sizin həmin o istəyi yerinə yetirə bilməyiniz üçün sizə nə qədər vaxt lazımdır. Yəni nə qədər gecikməklə siz o istəyə cavab verə biləcəksiniz. Və gördüyünüz kimi bu RAM-da yüksək bir rəqəmdir. Sizin CPU istəyə göndərəndən 100 nanosaniyə, hər nanosaniyə bir istək göndərə bilir. Amma cavab gec gəldiyi üçün oturub gözləməlidir ki, mənə məlumat gəlsin. Ona görə də biz bu latency daha aşağı olan başqa bir yaddaş qurğusundan istifadə edirik. Misal üçün deyək, əgər sizin kəşin latency'si 5 nanosaniyədirsə, o zaman sizin CPU həmin bu kəşdən oxuyub yazanda cəmi 5 nanosaniyə oturub gözləyəcək. RAM-dan oxuyub yazanda isə 100 nanosaniyə oturub gözləməlidir. Buna görə də biz daha sürətli yaddaş qurğuları olan bu kəşlərdən istifadə edirik. İndi gəlin baxaq bu kəşi biz necə istifadə edirik, onu anlamağa çalışaq. Bizim sistemlərdə, yəni bizim CPU məlumatı oxuyub yazarkən iki cürə oxuyub yaza bilər. Daha doğrusu iki dənə sistemimiz var da. Biri var byte addressable memory, bir də var word addressable memory. Biz word dedikdə, word 32 bitli sistemlərdə bir word bərabərdir 32 bitə.
64 bitli sistemlərdə 64 bitə, əvvəlkilərdə məsələn 16 bitlik var idi, orada 16-ya bərabərdir və s. Və Word Addressable Memory-də sizin CPU istək göndərdiyi zaman o hər bir istəyində 1 byte oxuyub yaza bilmirdi. Bu word size necədirsə, məsələn 32 bitdirsə əgər, yalnız 32 bit məlumatları oxuyub yaza bilirdi. Byte Addressable Memory desəsi, sizin CPU həmin o 1 byte adresi, yəni individual 1 byte götürüb oxuyub və yaxud da yaza bilər. Belə də deyə bilərik, siz yazdığınız kod, yazdığınız proqram vasitəsilə CPU-ya deyə bilərsiniz ki, yalnızca 1 byte məlumatı get oxu və yaxud da yaz. Bizim modern kompüterlərin əksəriyyətində bu byte addressable memory-dir. Bu word addressable memory köhnə sistemlərdə istifadə olunurdu. Ona görə də sizin həmin o CPU-dan çıxan hər bir oxuma istəyində o yalnızca qeyd edir ki, mənə o adresdəki byte-ı ver. İndi gəlin bunu da anladıqsa, gəlin keçək şeyə. Bu necə baş verir? Proses onu anlamağa çalışaq. İlk öncə CPU-ya bir data, bir adres var. O adresdəki məlumata ehtiyacı var. Bu zaman nə edir? CPU istəyə göndərəndə həmin o memory controller var idi CPU-nun içərisində. O götürür o adresi, baxır birinci. Həmin adresdəki məlumat kəşin içərisində varmı? Əgər varsa, məlumatı sürətli şəkildə o kəşdən qaytaracaq CPU-ya. Bu adlanır cache hit, yəni cache tapıldı. Yox, əgər yoxdursa, bu da adlanacaq cache miss, yəni cache tapılmadı, cache yoxdur, itkindir. Əgər həmin o cache-də məlumat tapılmadısa, o zaman bu dəfə istəyə göndərəcək əsas yaddaş qurğusuna, yəni DRAM moduluna göndərəcək. Və bu DRAM modulunda da tapılmaya bilər. Əgər DRAM-da da yoxdursa, o zaman gedəcək HDD-yə, SSD-yə və oradan DRAM-a yükləyəcək. Amma bu hələlik ki, bizim mövzumuz deyil, irəliki videolarda bunu anlayacaq, hələ ki onu keçmirik. Deyək ki, DRAM-da tapıldı və həmin o istəyə uyğun olan məlumat götürülüb atılacaq cache-in içərisinə, cache-in içərisində yadda saxlanılacaq. Və daha sonra həmin o memory controller-da o cache-dən götürüb verəcək ki CPU-ya, bəs sənin istədiyin adresdəki məlumat budur, götür istifadə elə. Və hər bir növbəti əməliyyatda da artıq həmin məlumat cache-in içərisində olduğu üçün bir də həmin o CPU bu DRAM-a müraciət eləməyəcək. Sürətli şəkildə bu cache-in içərisindən oxuyub yazacaq. Və oxuyub yazacaq. Və biz dedik ki, bu CPU, modern CPU-lar byte addressable-dır da. Yəni, istəyə göndərəndə yalnızca 1 byte üçün adresi göndərir ki, mənə təkcə o adresdəki 1 byte məlumat lazımdır. Amma bu istək RAM-a gələndə RAM geriyə təkcə 1 byte mı qaytarır? Xeyr, 1 byte qaytarmır. O, həmin o istəkdəki olan 1 byte-ın da içərisində olduğu 64 byte-ı topa şəkildə atır cache-in içərisinə və həmin o cache-in içərisinə 64 byte gəldi düşdü. Daha sonra memory controller o 64 byte-in içərisində CPU-nun istədiyi 1 byte-ı götürüb verir CPU-ya. Bəs CPU 1 byte istəməsinə baxmayaraq RAM niyə 64 byte-ı geri qaytardı? Gəlin bunu anlamağa çalışaq. Bizim kompüterlərdə, sistemlərdə belə bir anlayış var. Əgər hər hansı bir məlumat CPU tərəfindən istənilibsə, hər hansı bir əməliyyat eləmək üçün də 1 byte məlumat istənilibsə, böyük ehtimal ki, ona bitişik olan, onun ardıcıl olan digər bytelarda növbəti əməliyyatlarda gərəkli olacaq. Yəni, belə başa düşə bilərik. Deyək ki, siz bir şəkil üzərində, misal üçün Photoshopda düzəlişlər edirsiniz, bir piksel edit edirsinizsə, böyük ehtimal onun ətrafındakı pikselləri də siz növbəti steplərdə, addımlarda dəyişdirəcəksiniz. Ona görə həmin o RAM-a istək gələndə ki, bəs mənə bunu ver, bu yalnızca onu göndərməklə kifayətlənmir. Həmçinin onun ətrafında olan digər piksellərin məlumatını da atır cache-ə ki, bəs bu məlumatlar da böyük ehtimal növbəti əməliyyatlarda sənə gərəkli olacaq. Və artıq bu sənə gərəkli olduğunda bir də RAM-a müraciət edib vaxt itirmir. Çünki RAM yavaşdır. Artıq bu məlumat cache-in içərisində var. Sən cache-dən sürətli şəkildə oxu və yaxud da yaz. Yəni, bu da adlanır locality adlanır. Special locality odur ki, əgər buna bitişik məlumatlardır, temporal locality isə həmin o məlumatın özüdür. Yəni, temporal locality götürür, həmin məlumatın özünü atır cache-in içərisinə. Special locality isə ona bitişik olan məlumatları atır cache-in içərisinə. Və normalda kompüterimizdə bu ikisi bir yerdə olur. Yəni, istək gələndə götürür bunun hamısını, həm özünə, həm də özünə bitişik olan məlumatların
da olduğu 64 baytı birdən atır keşin içərisinə. Və bu şəkildə də biz böyük bir performans qazancı əldə edirik. Ola bilər buna bitişik məlumatlar istifadə olunmasın. Bu hallar da mümkündür. Amma böyük ehtimalla əksər zamanlarda bunu belə etməyimiz bizə çox böyük performans qazancı əldə elətdirir. Və biz də həmin o sistemlərimizdə maksimum dərəcədə çalışırıq ki, CPU və RAM arasındakı kommunikasiyanı minimuma endirək. CPU nə qədər cache-lə birlikdə işləsə, yəni öz istəklərini cache-dən oxuyub yaza bilsə, bizim üçün bu bir o qədər daha yaxşıdır mənasına gəlir. Bu bir səbəbi, həm də ki, bir digər səbəbi də ondan ibarətdir ki, siz burada dedik ki, həmin o sətir adresini, bu sətir aktivləşən kimi oradakı məlumatların hamısı zaten yüklənilir bu RAW buffer-a. Yəni zaman alan proseslər hamısı baş verir, bitir və o sətirdəki bütün məlumatlar zaten yüklənilir bura. Bu indi bizdə 8 dənədir. Bu normalda əgər 32 megabaytlıq bir massivdirsə, bu olacaq misal üçün ya 2 kilobit, ya 4 kilobitlik məlumatın hamısı bura yüklənəcək. Və artıq məlumat bura yüklənmişkən, biz elə bir də təkcə bir bitdən kifayətlənməyək də, götürək ona bitişik olan 8 bitin hamısını transfer eləyək RAM-a. Çünki zaten zaman alan əməliyyatların hər birini RAM icra eləyib də, bu məlumatları bura yükləyib. Və həmin o RAM-ın da bandwidth deyək 3 GHz-də 1 saniyədə 3 milyard dəfə məlumatı, 64 bitlik məlumatı transfer eləyə bilir. Və artıq bunlar yüklənmişkən və bizim bandwidth-imizdə, yəni 1 saniyədə transfer elədiyimiz məlumatı da çox məlumatı transfer eləyə biliriksə, elə biri ilə kifayətlənməyək, ardıcıl şəkildə digər 8 dənə həmin o məlumatı da transfer eləyək. Bunu da necə elədiyimizi demişdik. Həmin o massivlərin hər biri birləşərək 1 baytı transfer eləyir və 8 dənə də çipimiz varsa, bu 8 dənə çipin hər birindən 1 bayt eləyəcək 8 bayt və 8 baytdan kifayətlənmirik. Onlara bitişik olan digər 8 baytı da eyni zamanda biz transfer edirik. Yəni toplamda 64 baytı siz 8 olaraq 64 baytı 8'li qruplar şəklində transfer edirsiniz. Yəni necə? Burada bir 8 baytı burada transfer edirsiniz. Digərini burada, digərini burada, digərini burada, digərini burada, digərini burada. Və beləliklə siz həmin o RAM-ın o bacarığını, hansı ki 1 saniyədə çox məlumat transfer eləmə bacarığını dibinə qədər istifadə eləmiş olursunuz. Və bu şəkildə də bu da bizim digər bir qazancımızdır. Və biz həmin cache memory kontrolöründə gözündən baxsaq, əslində görə bilərik ki, bizim RAM-ımız 64 baytlıq qruplar şəklində təşkil olunub. Biz fiziki olaraq bilirik bunlar necə implementasiya olunub. Amma memory kontrolör bir adres üçün istəyi göndərəndə o elə görür ki, həmin o 1 bayt istəyi göndərəndə 64 bayt mənə geri qaytaracaq. Və ona görə də biz virtual olaraq belə görə bilərik ki, bizim ana yaddaş qurğumuz 64 baytlıq belə bloklardan təşkil olunub. Yəni hər bir 64 baytlıq qrup bir blok adlanır bizim əsas yaddaş qurğumuzda. Və həmçinin bu blokun qarşılığında da cache-in içərisində line'lar dayanır. Yəni bu line'lar da line-ın ölçüsü ilə blokların ölçüsü bir-birinə bərabərdir. Əsasən bizim modern kompüterlərdə bu cache line-ın ölçüsü 64 baytdır. Yəni sizin CPU bir istəyi göndərəndə ki, mənə misal üçün deyək ki, bu adresdəki məlumatı ver, 1005-dəki bu 02 hexadesimal deməkdir. Bir də 16 biti uzun-uzadı yazmıram da bura. Bu adresdəki məlumatı mənə ver. Neyəcək? Memory kontrolör baxacaq. Bu 1005 hansı blok aralığına düşür? Misal üçün deyək ki, əgər bu 1005-in düşdüyü blok aralığı budursa 02 1040 1040 bu aralıqda yerləşirsə, o zaman memory kontrolör bu adresi, yəni həmin blokun başlanğıc adresini, offset deyirlər də buna. Bu başlanğıc adresini CPU-ya, RAM-a göndərəcək və RAM həmin o 64 baytı yükləyəcək bu cache line-a. Daha sonra memory controller bu 64 bayt içərisindən bilir axı CPU yalnız istəyir 1005-ci adresi. Həmin o 65 baytın içərisindən özünə lazım olan bu, misal üçün deyirəm də 5-ci bayt deyil, 5-ci baytı götürüb atacaq, CPU-ya verəcək. Və bu şəkildə də siz həmin o RAM-dan maksimum dərəcədə effektiv istifadə edəcəksiniz və həmçinin də cache ilə CPU arasındakı kommunikasiyanı maksimuma çıxartmış olacaqsınız. İndi
Bu cache-in istifadə yeri bu qədər. Və bizdə gələcək videolarda nə yer alacaq? Gəlin onlara da baxaq. Dedik ki, həmin o bloklar və cache line-ların içərisinə ötürülür. Bəs bu hansı blok, hansı cache line-da saxlanılacaq? Bunu necə müəyyən edirik? Yəni bu 0-cı blok 0-cıda mı saxlansın, 1-cidəmi, 2-cidəmi, 3-cüdəmi? Bunun bir qaydası varmı? Bəli, var. Fərqli metodlar var. Hər birinin üstün və mənfi cəhətləri olmaqla müxtəlif metodlar var. Gələcək videolarda bunu ələ alacağıq. Sonra bir digər mövzu, deyək ki, bizim bu bloklarımızı hamısını yüklədik cache line-lara və artıq cache line qalmadı. Boş cache line yoxdur. Bütün cache line-lar dolub. Növbəti bu 5-ci blok yüklənməsi üçün gərək bu bir cache line silinsin ki, buradakı blok gəlsin, ora yüklənsin. Bəs bu necə baş verəcək bu? Hansı cache line silinsin ki, bu 5-ci blok gəlsin, yüklənsin? Növbəti videolarda bunu da ələ alacağıq. Bundan əlavə bir neçə mövzular da var. İndi hamısını bir burada saymayayım. Əsas bu videoda biz cache nədir və cache-dən necə istifadə edirik və cache-in əsas konseptləri, misal üçün cache line nədir, blok nədir, cache miss nədir, cache hit nədir, bunları ələ aldıq.